Hər birimiz marketə gündəlik də olmasa gün aşırı giririk, daxil oluruq. Evə lazım olan nələrsə alırıq. Meyvə, göyərti, tərəvəz və digər qida məhsulları. Ən çox ara yaxınlaşırıq meyvə olan köşkə, göyərti olan köşkə yaxınlaşırıq ki, şəhərdə, paytaxtda yaşayırıq. Orqanizmimizi sağlam saxlamaq üçün daha da aktiv olsun, daha da güclü olsun, qüvvəli olsun, səhhətimizdə problem yaranmasın. Bu səbəbdən ən çox meyvə alırıq, göyərti alırıq, keşniş, soğan, tərxun, nə bilim, digər şüyüd, nanə. 2 şüyüd qoyulub, bağlanır. Bəzi marketlərdə ümumiyyətlə bir dəstə 42 qəpik, 48 qəpik, bəzilərində 22, 23 qəpikdir. 2 şüyüd, 2 keşniş, nə bilim 3 nanə falan da hər birimiz görmüşük də. Bəzən mən belə baxıram, deyirəm ilahi, bu dəstəni gətirib 40-42 qəpiyə, 38 qəpiyə alıcıya satan insanın ürəyində insaf yoxdurmu? Təbii ki, mən market sahiblərində bunu günah görmürəm. Düşünürəm ki, məhz hansı ki, əyalətdən gəlib, hansı rayondan gəlib, hansı bölgədən gəlib, təbii ki, mən günahı onlarda görmüşəm, onları günahlandırmışam, onları suçlamışam ki, siz niyə belə edirsiniz? Bu dəstəni biraz böyük edin ki, biz alırıq. Azından bunu belə ürəklə alaq və sizə də bir dualar oxuyaq, bir sizə alqış edək. Məlum olub ki, o kənddə, əyalətdə yaşayan, o yazıq fermer, o yazıq onu əkən, becərən, sulayan, dibini belləyən, ona can verən, qan verən insanlar ki, yoxdur. Onlar, məsələn, keşnişin, şüydün dəstəsini çox böyük edirlər. Onlar səmimi etiraf edir ki, biz onları çox gözəl böyük edirik və çox ucuz bir qiymətə 5 qəpiyə, 7 qəpiyə, 9 qəpiyə satırıq. Gəlib bizdən alırlar. Onlar sadəcə deyir, marketə çatana qədər o bir dəstə olur 10 dəstə, 7 dəstə, nə bilim 8 dəstə. Bizim 7 qəpiyə çəksi 1 kiloqram gələn o göyərtilər ki, yoxdur, adi kişnişi götürək. Deyir, onu elə edirlər ki, biz ondan 7 qəpik qazanırıq, onlar ondan 3 manat, 4 manat gəlir götürürlər. Halallıq olsun sizdə. Ay o göyərtiləri 40 yerə bölən, 41 yerə bölən, parçalayan, nə bilim, qanlı, canlı alan və bizə baha sırıyan, biz Bakıda, paytaxtda yaşayanlara, insanlara, vətəndaşlara, şəxslərə belə etməyin. Azından kiçicik də olsa insafınız olsun. Azından bizə yazığınız gəlmir. O kənddə, əyalətdə çalışanlara yazığınız gəlsin. Bir göyərtinin üstünə uzağa 10 qəpik qoyma əlavə etmək olar. Birdən-birə siz bir dəstə göyərtidən istəyirsiniz ki, milyon qazanasınız və milyonçu olasınız. İnsafınız olsun. Bizləri də düşünün. Orada çalışan o zəhmətkeş insanları da düşünün. Bəzi insafsızlar.